Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, mən sizə birliyin sirri barədə danışmaq istəyirəm. Birliyin sirri, yəni nə edək ki, bir olaq, mehriban olaq, bir cəmaat olaq, bir-birimizə hörmətlə yanaşaq, bir-birimizə nifrət etməyək. Birliyin sirri deyəndə, o birliyin, birləşmənin səbəbini bilməliyik. Yəni, hansı səbəb bizi birləşdirirsə, onu hər bir müsəlman bilsə, o səbəbdən möhkəm yapışsa, müsəlmanlar bir olacaq, bir cəmaat olacaqlar. Dini baxımdan mövzuya başlamamışdan əvvəl bir neçə dünyavi misal çəkim sizə. Demək, 90-cı ildə Azərbaycanımız müstəqillik əldə etmək üçün azadlıq meydanına yığışırdı. Yüz minlərlə insan, bəlkə də milyonlarla azadlıq meydanında insanlar yığışırdı və müstəqillik, azadlıq tələb edirdi. Demək, insanların ora yığışmasında məqsədləri nə idi? Səbəb var burada. Azadlıq əldə etmək, müstəqillik əldə etmək. Və ora yığışan insanlar arasında Azərbaycanın hər bir bölgəsindən gələnlər var idi. Amma orada heç kəs demirdi ki, mən Naxçıvanlıyam, Yerazam, Qazaxlıyam, Gürcüstanlıyam və s. Bütün bunların hamısını kənara qoyub, mən Azərbaycanlıyam və Azərbaycanın müstəqilliyini tələb edirəm deyə hamı bir ağızdan bunu səsləndirirdi. Bax, bu birlikdir, birlik. Həmçinin yaxın zamanda 44 günlük Qarabağ müharibəsində gördünüz, əskərlər arasında Azərbaycanın hər bir bölgəsindən olan əskərlər var idi. Onlar heç biri o birinə irad tutmurdu ki, sən filan yerdənsən, sən filan yerdənsən. Həmçinin dindarlar var idi. O dindarlar bir-birindən soruşmurdu ki, sən sünnisən, şiyəsən, hansı məzhəbdənsən, təriqətdənsən. Torpaqları azad etmək üçün birləşmişdilər. Əl-ələ verib bircə vuruşurdular ki, o torpağı geri qaytarsınlar. Bax, birliyin səbəbidir bu. Azadlıq, torpağı qaytarmaq. Həmçinin başqa ölkələrdən də misal çəkim sizə. Bu yaxınlarda özünüz gördünüz. 8 yaşında uşaq çayda batdı. Qafqaz xalqları hamısı tökülüşdü ora. O uşağı orada, o çayda tapmaq üçün 8 gün axtarış etdilər, axıra tapdılar. Onların, o xalqların bir araya gəlməsi, birləşməsi səbəb nə idi? O uşağı tapmaq. Fikir verirsinizmi? Məqsəd olmalıdır müsəlmanın qarşısında birləşmək üçün. Məqsəd. İndi o məqsədi deyəcəm sizə. Bu məqsədi, bu səbəbi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tərifləyib, əziz müsəlmanlar. Tərifləyib, mədh edib. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsi Abdullah ibn Məsud radiyallahu anh deyir ki, qalx, cəmaata nəsiyyət et. Özü izin verir ki, sahabəsi onun yanında qısa olaraq xütbə versin, cəmaata nəsiyyət etsin. Abdullah ibn Məsud radiyallahu anh elə sözlər deyir, elə nəsiyyət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin olduqca çox xoşuna gəlir və onu tərifləyir. Diqqət edin bu rəvayətə. Abdullah ibn Məsud radiyallahu anh cəmaata deyir ki, ay cəmaat, Rəbbimiz Allahdır, dinimiz İslamdır, qibləmiz Kəbədir, kitabımız Qur'andır, Peyğəmbərimiz də bu kişi, yəni Muhammed sallallahu aleyhi və səlləmdir. Allah və Rəsulü nədən razıdırsa razıyıq, nəyə nifrət edirsə, nifrət edirik. Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah ibn Məsud radiyallahu anh bu çıxışını tərifləyir, deyir ki, İbn-i Muab doğru söylədi, İbn-i Muab doğru söylədi, İbn-i Muab doğru söylədi. Diqqət edin. Bu rəvayəti qısa şəkildə sizə izah edim. Rəbbimiz Allahdır. Yəni, adam tövhid əhlidirsə, müşrik kafir deyilsə, vəssalam, qardaşımızdır, müsəlmandır. Adam Kəbəyə tərəf üst tutub ibadətini edirsə, qardaşımızdır. Adam Qur'anı Allahın nazil etdiyi kitab olaraq qəbul edirsə, qardaşımızdır. Adam müsəlman olduğunu etiraf edirsə, qardaşımızdır.
Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahın göndərdiyi elçisi olduğunu qəbul edirsə, qardaşımızdır. Diqqət edin, bu rəvayətdə heç bir yerli bazlıq, məzhəbçilik, təriqətçilik, firqəçilik və s. söhbət gedə bilməz. Burada sahabə birliyə çağırır. Və məndən sizə nəsiyyət etməkdir, qardaşlar. Mən sadəcə xəbərdar edirəm. Xəbərdar edirəm ki, əgər bu əqidə ilə biz yaşayıb birləşməsək, mehriban olmasaq, qəbirdə, sonra da qiyamət günü vay halımıza. Qəbirdə gəlib səndən soruşmayacaqlar ki, hansı məzhəbdən idin, hansı təriqətdən idin, hansı firqədən idin, hansı rayondan idin, hansı bölgədən idin. Qəbirdə səndən soruşacaqlar ki, Rəbbin kimdir? Dinin nədir? Və Peyğəmbərin kimdir? Əgər sən bu həyatda tək Allaha, Peyğəmbər sallallahu aleyhi və səlləm öyrətdiyi kimi ibadət edib həqiqi müsəlmanlardan olmusansa, xoş sənin halına. Sonda hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə əllif beynə qulubinə və aslih zətə beyninə. Allahım bizim qəlblərimizi birləşdir və bizim aramızda olan münasibətləri düzəlt, yaxşılaşdır. Subhanək Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.